Bəndəqurma işləri qurmalıydılar burada. Beton tökməklə aşağısındakı körpü. Yəni ki, ehtimal var idi. Çünki bundan əvvəl Bəlbələ çayında da körpü bu vəziyyətə düşmüşdü. Qara çayının o birisi Bakı yolunda, Quba Bakı yolunda da onun hissəsində bu vəziyyətə düşmüşdü. Yaxşı olardı ki, əvvəldən tədbir görülərdi də. Bəli. İndi bunu Allah bilir, hökumətimiz nə qədər milyonlarla bəlkə xərc çəkəcək bu körpüyə. 60 ildən artıqdır istifadədə olan körpüdə son illər qəzalı vəziyyət yaranmışdı. Tez-tez aşınmalara məruz qalırdı və üzərində çatlar əmələ gəlmişdi. Elə isə bir sual meydana çıxır. Bu illər ərzində nə üçün körpü ilə bağlı qabaqlayıcı tədbirlər görülmürdü? Quba rayon icra hakimiyyətindən bildirildi ki, indiyə qədər körpüyə dəfələrlə baxış keçirilib və qəzalı vəziyyətdə olması ilə bağlı aidiyyatı quruma məlumat verilib. Aidiyyatı qurumla da, yəni Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə də əlaqə saxladıq. Bildirildi ki, körpü əvvəllər qəzalı olmayıb, heç qəza riski də daşımayıb. Körpünün çökməsinə səbəb təbiət hadisəsidir. Qaraçay çayı üzərində 101 metr uzunluğa malik və 4 aşırımdan ibarət körpü uzunmüddətli istismar olunmasına baxmayaraq üzərindən təhlükəsiz hərəkət üçün standartlara cavab verib. Çünki dövrü olaraq agentliyimizin müvafiq təşkilat tərəfindən körpü nəzarətə saxlanılıb, təmir bərpa, məcra nizamlama və dayaqların dibinin qruntunun bərk edilməsi işləri icra olunub. Lakin bir neçə gün bundan öncə intensiv yağıntılar nəticəsində yaranmış güclü sel suları nəticəsində körpünün 4 nömrəli dayağının şaquli oxdan çıxaraq əyilməsi prosesi baş verdi. Hazırda körpüdə müvəqqəti bərpa işləri aparılır. Daha sonra isə yenisinin tikintisinə başlanılacaq. Yekunlaşmaq üzrədir. 2 gün qal. 2 günə də hazır olandan sonra yolun o yatan hissəsini armatur beton monolit doldurub asfalt verilib əhalinin ixtiyarına veriləcək. Növbəti işimiz yeni layihə ilə müasir körpü tikiləcək. Ağır texnikalar yağır, svaylar vurulacaq çayın dərinliklərinə ki, dözümlü gələcəkdə ağır texnikalar bunun üstündən rahat keçə bilsin, ağır tonajlı maşınlar. Qeyd edək ki, körpünün qəzalı vəziyyətə düşməsi nəticəsində 60-dan çox kəndin 50 mindən artıq əhalisinin yolu kəsilib. Hazırda sakinlər alternativ olaraq Quba Pirvahid 2-ci nüqədi yoldan istifadə edirlər. Rauf Əhmədov, Elçin Qurbanov, Orxan Qayıbov, ASTV Xəbər.